Xalq inanclarına və astroloji müşahidələrə görə bəzi aylarda doğulan uşaqlar ailəyə xüsusi xoşbəxtlik, bərəkət və sevinc gətirirlər. Onlar evin enerjisini dəyişir, ailə üzvlərinə uğur və sağlamlıq gətirirlər. Ailəyə xoşbəxtlik gətirən aylar. Mart, baharın başlanğıcı, təbiətin oyanışıdır. Bu ayda doğulan uşaqlar evə sevinc, mehribanlıq və yeni başlanğıclar enerjisi gətirirlər. May, bərəkət və sevgi ayıdır. Mayda doğulan uşaqlar ailədə harmoniya yaradır, ruzini artırır, valideynləri arasında münasibətləri möhkəmləndirir. İyul günəşin ən güclü olduğu vaxtdır. Bu ayda doğulanlar ailəyə istilik, güc və uğur enerjisi gətirirlər. Avqust, uğur və liderlik ayı sayılır. Avqust uşaqları ailəni pis enerjilərdən qoruyur, hər kəsə motivasiya və cəsarət verir. Sentyabr, təmizlik və sabitlik ayıdır. Sentyabrda doğulanlar ailəyə sükunət, ağıllı qərarlar və maddi sabitlik gətirirlər. Qısa məsləhət. Əgər ailədə bu aylarda doğulan uşaq varsa, onu daim müsbət enerjilərlə əhatə edin. O ailənin uğur açarıdır. İstəsən